Özümü tuturam Azərbaycanda yaşayan. Addım başı Yahudilərə, İsrailə lənət oxuyan, Yezidin soyundan, nəslindən deyib lənətləyən Azərbaycanlı bacı və qardaşlara. İran yaxın şərqdə İsraildən sonra Yahudi icmasına ev sahibliği edən ikinci ölkədir. Yahudilərin İsraildən başqa yaxın şərqdə özünü ən rahat hiss elədiyi ölkə İrandır. Düşünən Azərbaycanlı, sən məni izləyirsənsə, sən məni görürsənsə, mən səni əmin edirəm, bütün varlığımla, yaradan və vicdanım qarşısında səni əmin edirəm ki, yaradan səni, bax, sənə möcüzəli görünən bu kainatda hər bir şeyin açarını, sirrini sənin öz içində qoyub. O səndədir. Sən düz cavabı ətrafda axtarma, qəti surətdə tapmarsan, azarsan, aldanarsan. Sənin bir xalqın var, bir millətin var, onun dəyərləri var. Kollektiv şuurdan süzülüb gələn dəyərləri və qaydaları, qanunları var. Və bunu sən anlayırsan ki, bu insan yaradır. Amma yaradanın, Allahın nəyi düz deyilsə, nəyi olar, nəyi olmaz adlı bir qaydası varsa, o da sənin içindədir, o da sənin daxilindədir, o da sənin özündədir. Buna gedən yol isə düşünməkdən keçir. İndi mən sizə bir söz deyim. Bugün cəmiyyətdə, ətrafda gördüyün hər kəs istənilən məzhəbdə olmasından asılı olmayaraq bir mövzuda bir şuarı əlində əsas tutur. Yahudiyə, İsrailə lənət oxuyur, lənət olsun İsrailə. Əsas da məhz bizim ölkəmizdə bu 15 əsr bundan qabaq baş vermiş bir hadisədə iki ərəb arasında mən də haqq qazandırıram ki, bəli, Peyğəmbərin nəvəsi Hüseynin şəhadəti yaxşı bir hal değildi, amma onlar o hadisə oldu və onlar Allah qatına, ahirətə getdilər. Və 15 əsr keçməsinə baxmayaraq bizim Azərbaycanlı qardaşlar Allahın ədalətsiz olduğunu və yaxud da cəza verə bilmədiyini və yaxud da ümumiyyətlə, yəni nədirsə burada ədalət bərpa olunmuyor və bu məhz bizim Azərbaycanlı qardaşların payına düşür ki, bunlar ədaləti məhz Yezidə lənət oxumaqla, həmçinin Yezidin nəslindən, nə bilim soyundan, bir sözdən Yezid və bir də bu İsrail lənəti inanın ki, hara gedirik qarşımıza çıxır. Mən indi sizə bir həqiqət deyim. İsrail və İran haqqında sadə bir həqiqət. İran yaxın şərqdə İsraildən sonra Yahudi icmasına ev sahibliği edən ikinci ölkə sayılır. Bir daha təkrarlayıram. İran yaxın şərqdə Yahudi icmasına ev sahibliği edən ikinci ölkə sayılır. Yahudilər özünü İsraildən sonra ən rahat və komfort hiss etdikləri ölkə İrandır. Lənət olsun İsrailə, lənət olsun Yahudiyə deyən Azərbaycanlı bacı və qardaşlarıma üzümü tutub deyirəm. Sən çalışsan, sən yaşa.
yaşa